Abad ailə biznesinə asan dəstək publik hüquqi şəxs ölkədə ailə təsərrüfatlarının inkişafına yönəlmiş mühüm qurumlardan biridir. Həmin qurum vasitəsilə kiçik ailə biznesləri istehsaldan satışa qədər bütün mərhələlərdə dəstəklənir. Qurumun əsas məqsədi ailə bizneslərini rəsmiləşdirmək və yerli istehsalı təşviq etməkdir. Bu layihə çərçivəsində öz zəhmətini qazanca çevirənlərdən biri də qurama ustası 76 yaşlı Həqiqət Mahmudovadır. Abad belədir ki, yəni ki, fəaliyyətdədir pastayan Abad. Ona görə mən özümü tənha hiss eləmirəm. Elə bil o kollektivin içərisində bu kollektivin bir üzvü hiss eləyirəm. Doğmalaşıb mənim üçün Abad. Həqiqət xanım istifadə olunmayan, artıq qalmış parça kəsiklərindən yeni bir əl iş ərsəyə gətirir. Sanki həmin parçalara ikinci həyat verir. Bunlar hamısı sapdan yaranma bir şeylərdir. Çünki mən o atelyeye gedəndə gördüm ki, sökürlər ayaq altında o saplar. Mən o saplara baxanda görürəm ki, o ucu gül şəklindədir. Yəni ondan həyifdir də, onu atmaq olmaz. Onu orta qoyanda olur belə bir şey. Ağ gül, qırmızı gül, sarı gül. Uşaqlıqdan marağım var idi, hələ tikməyə, hər şeydə, yəni ki, nəyisə eləməyə. Amma imkan yox idi də. Əvvəl məktəb, sonra institut, belə şey, ondan sonra da ailə qurandan sonra da vəbşə imkan olmadı. Amma ki, bir xeyli vaxt mən baş qarışıq oldu yoldaşıma, ağır xəstə idi. Ondan sonra, o rəhmətə gedəndən sonra özümdə bir boşluq hiss elədim ki, nəyləsə məşğul olmalıyam mən də. Uca təqaüdə çıxmışdım. Yavaş-yavaş başladım belə bir şeylər eləməyə. Sonra da sağ olsun 3-cü bahar məni dəvət elədi. 3-cü baharda mən yavaş-yavaş o quramanın əsaslarını öyrəndim, tanış elədim, mən Abada gətirdim. Abadda da gördülər, bəyəndilər mənim əl işlərimi. Artıq bir ilə yaxında Abad ailəsinin üzvü olan Həqiqət xanım bu vasitə ilə təxminən 800 manatlıq əl işinin satıldığını bildirir. Həqiqət xanımın bu sahədə başqa hədəfləri də var. Evlərdə parçalar qalıbdır, qədim parçalar qalıb. Onlardan, misal üçün, mən indi fikirləşirəm ki, divar üçün panolar düzəltmək, stol üstü üçün belə şeylər düzəltmək. Yəni ki, bizim əvvəlki də Respublikanın o qədimi üzə çıxartmaq, yəni ki, xaricdə tanısın, Respublikanı tanısın, bilsin ki, bizdə də belə sənətkarlar var. Abad vətəndaşların maddi və mənəvi cəhətdən inkişafına dəstəyini nümayiş etdirir, onlarda yaşayıb yaratmaq eşqini alovlandırır, həm də heç bir təmənna olmadan.